Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizinlə təhsildə çox danışılan, amma çox az başa düşülən bir anlayış haqqında danışacağıq, səriştə əsaslı tapşırıqlar barədə. Və bunu qeyd edeyim ki, hal-hazırda 2026-cı il MİQ imtahanları üçün nəzərdə tutulan yeni mövzularımızdan biridir və çox güman ki, ilk olaraq bu video haqqında mən paylaşım edirəm. Qeyd edeyim ki, bundan əvvəlki videoda da çərçivə sənədini izah edəndə də demişdim, yenə də deyirəm ki, bu video sadəcə məlumat xarakterlidir. Amma yəni əsasən nəzəriyyə və səriştəli əsaslı tapşırıqlar hazırlanma mövzumuz bundan ibarət olacaq. İndi yeni nəsə əlavə olunarsa, hər hansısa bir kitab çıxarsa, bu barədə yenidən bir video çəkməyə hazır olacağam. Ümumiyyətlə biz bəzən elə zənn eləyirik ki, səriştə əsaslı tapşırıq deyəndə, ümumiyyətlə səriştə sözünü görən kimi elə zənn eləyirik ki, ancaq çətin suallar verilməsi nəzərdə tutulur. Amma səriştə öyrətmək, çətin suallar vermək yox, öyrənmənin dərinliyini ölçən bir sistemdən istifadə olunmasıdır. Və bu günləri biz buna baxacağıq ki, necə olur ki, eyni tapşırıq sadə görünür, amma şagirdin düşünmə səviyyəsini tamamilə dəyişdirir. Ümumiyyətlə nədir səriştə əsaslı tapşırıq və nədən ibarətdir? Hansı strukturları var? Çətinlikləri nələrdir? Bu barədə bugün bu videoda ətraflı şəkildə danışacağıq. Qeyd edeyim ki, səriştə əsaslı tapşırıq o deməkdir ki, düşünmə tələb etsin. Tədris prosesində öyrənənin bilik, bacarıq və dəyərləri praktik vəziyyətlərdə tətbiq etməsini ölçmək məqsədi daşıyan fəaliyyətlər, tapşırıqlar nəzərdə tutulur. Səriştə əsaslı tapşırıqlar deyəndə. İngilis dilində biz buna competency-based tasks deyirik. Və bu tapşırıq təkcə məlumatı əzbərləməklə yox, eyni zamanda onu anlamaq, tətbiq etmək, təhlil etmək və yaradıcılıq səviyyələrini də qiymətləndirməyə kömək edir. Yəni eynilə bizim əslində bugünə qədər kurikulumda istifadə elədiyimiz məsələləri özündə əks etdirir. Yəni bizim bugünə qədər hansı ki deyirdik, qapalı yox, açıq düşüncə təfəkküründən istifadə eləyin, şagirdi düşünməyə sövq eləyən tapşırıqlardan istifadə eləyin dediyimiz tapşırıqlar da səriştə əsaslı tapşırıqlar. Yəni çox da bir fərqi yoxdur. Və səriştə əsaslar tapşırıqlar hazırlayan zaman əsas fokuslandığımız məsələ nə oldu? Hazırladığımız tapşırıq əzbərə, hafizəyə yox, uşağın anlamasına, tətbiq etməsinə, təhlil etməsinə və yaradıcılıq səviyyəsinə xidmət eləsin və onu qiymətləndirsin. Səriştə əsaslı tapşırıqların bəzi xüsusiyyətləri var ki, biz bu tapşırıqları hazırlayan zaman bu xüsusiyyətləri nəzərə almalıyıq. İlkin olaraq bu tapşırıqlar həyati kontekstə əsaslanmalıdır. Yəni elə bir problem seçməliyəm ki, mən uşaq orada real həyatda rast gəlinən problemi həll eləsin. Tətbiq yönümlü olmalıdır. Öyrənilən bilik praktik bacarıq kimi istifadə olunmalıdır. Bu bayaq da dediyimiz kimi hafizəyə əsaslanmalı deyil və hafizəyə əsaslanmadığına görə nəyə əsaslanmalıdır? Təfəkkürə əsaslanmalıdır. Yəni təfəkkür səviyyəsini ölçməyə xidmət etməlidir. Sadəcə bizim məqsədimiz burada cavabı bilmək yox, düşünmək və ondan nəticə çıxarmağı da tələb etməlidir. Və təbii ki, bilirik ki, 21-ci əsr bacarıqlarından biri əməkdaşlıq bacarığıdır. Ona görə də biz bu tapşırıqları həm fərdi şəkildə, həm də qrup şəklində, yəni əməkdaşlıq şəraitində yerinə yetirilməsinə diqqət yetirməliyik və təbii ki, hər zaman dediyimiz kimi qiymətləndirmə meyarları öncədən müəyyənləşdirilməli və şagirdlərin diqqətinə çatdırılmalıdır ki, bu da obyektivliyi təmin etməyə kömək eləsin. Səriştə əsaslı tapşırığın hazırlanma məsələsində müəyyən strukturlar var və biz bu strukturlara diqqət salaq. 4 əsas struktura diqqət yetirməliyik səriştə əsaslı tapşırıqların hazırlanmasında. Birincisi məqsədə diqqət yetirməliyik. Yəni mən hansı səriştəni, hansı bacarığı ölçmək istəyirəm? Bunu öncədən müəyyənləşdirməliyəm. Daha sonra bir vəziyyət yaratmalıyam və bu vəziyyət real və yaxud da simulyasiya olunmuş bir həyat vəziyyəti ilə, həyat problemi ilə bağlı olmalıdır.
Daha sonra tapşırığı verməliyəm, yəni öyrənən nə etməlidir, bunu müəyyənləşdirməliyik və qiymətləndirmə meyarlarını təqdim etməliyəm. Nəticənin necə ölçülməsinə fikir verilməlidir bu hissədə. Deməli, bu dörd strukturla mən səriştə əsaslı tapşırığımı hazırlaya bilərəm. Və səriştə əsaslı tapşırıqla bağlı gəlin bir neçə nümunəyə baxaq. Məsələn, riyaziyyat fənnində mən səriştə əsaslı bir tapşırıq hazırlamaq istəyirəm. Mənim məqsədim şagirddən faiz hesablamalarını real vəziyyətdə tətbiq etməsidir. Məsələn, belə bir vəziyyət formalaşdırıram ki, mağazada 25% endirim elan olunub və köynəyin qiyməti 48 manatdır. Və mən ona iki tip qarşısına tapşırıq qoyuram. Endirimdən sonra köynəyin qiymətini hesabla. Baxın, bu hissəsi şagirdin tapşırığın sadə formasıdır. Yəni sadəcə hesablayacaq öyrəndiyinə əsasən. Amma əgər mən belə bir sual versəm ki, əgər iki köynək alsan, ümumi məbləği və qənaəti yaz. Əgər bu sualı verirəmsə, bu artıq səriştə əsaslı bir tapşırıq hesab olunur. Və qiymətləndirmə meyarları olaraq da hesablamalar düzgün aparılıb, aparılmayıb, cavab tam əsaslandırılıbmı, real vəziyyətə uyğun nəticə çıxarılıbmı? Bu da mənim qiymətləndirmə meyarlarımdır və mən bunu uşağa olduğu kimi bu formada təqdim eləyirəm. Uşaq da bunu hesablayaraq bacarıq inkişaf elətdirmiş olur. Növbəti nümunəmizə baxaq, coğrafiya ilə bağlı. Məqsədimiz uşaqda təbii sərvətlərin iqtisadi əhəmiyyətini təhlil etmək bacarığını inkişaf etdirməkdir. Və bir tapşırıq vəziyyətimiz bundan ibarətdir ki, Azərbaycan neft və qaz ixrac edən ölkədir. Və tapşırıq olaraq mən neft ixracının müsbət və mənfi təsirlərini cədvəldə müqayisə etməsini istəyirəm ki, bu hissəsi biz Bloom taksonomiyasına müvafiq olaraq artıq keçmişik belə tapşırıqları və növbəti tapşırığım isə şagirdə səncə gələcəkdə hansı enerji növünə keçid ölkə üçün daha faydalı olar? Bax, bu artıq uşaqda yeni bir səriştə əsaslı bir bacarığı formalaşdırır. Və qiymətləndirmə olaraq da təhlili dərin və əsaslıdır. Alternativ təklif real və məntiqlidir. Cədvəl aydın şəkildə tərtib olunub yoxsa yox. Bax, bu qiymətləndirmə meyarlarını da mən şagirddə yoxlama edəcəm. Və yaxud da ola bilər ki, mən uşağın ümumi düşüncə tərzini də formalaşdıra bilərəm. Məsələn, belə bir nümunə deyə bilərəm. Məktəbdə tullantıların azaldılması üçün bir təşəbbüs planı hazırla. Bu mənim tapşırığımdır və planında məqsəd, tədbirlər, gözlənilən nəticələri göstər. Bax, bu özü də səriştə əsaslı tapşırığa nümunədir və uşağa qiymətləndirmə meyarı olaraq plan strukturlaşdırılıbmı, təkliflər real icra olunubmu, sosial məsuliyyət və yaradıcı düşüncə nümayiş etdirilibmi, bu barədə müəyyən məsələlər qeyd eləyə bilərik. Və qeyd eləyək ki, ümumiyyətlə bu səriştə əsaslı tapşırıqlara ən minimal bir belə deyək, nümunə sizə çəkə bilsəm, belə bir nümunə vermək olar ki, məsələn, deyirəm ki, iqlim dəyişməsini izah etməklə bağlı sənin şəhərində iqlim dəyişməsinin təsirlərini araşdır və həll yolu. Yəni əslində səriştə əsaslı səriştə əsaslı tapşırıqlar deyəndə biz Bloom'un bir növ son dəyərləndirmə, yaradıcılıq səviyyəsinə uyğun tapşırıqları nəzərdə tuturuq. Amma bu tapşırıqların hazırlanmasında biz daha çox Bloom'dan yox, daha çox istifadə eləyəcəyik deməli başqa bir nəzəriyyədən, birazdan bu haqda da biz ətraflı şəkildə webin dərin bilic nəzəriyyələri haqqında danışarkən ətraflı şəkildə məlumat verəcəyik və Bloom'la bunun fərqi nədən ibarətdir, onu da ətraflı şəkildə vurğulayacağam. Və keçid alaq biz növbəti slaydımıza və yenə də biz səriştə əsaslı tapşırıqlarla bağlı daha geniş düşüncələrimizi inkişaf elətdirək. Bu tapşırığın, yəni səriştə əsaslı tapşırığın müəyyən tipləri mövcuddur. Bu tiplər tətbiq yönlü, analitik, yaradıcı və kommunikativ olmaqla 4 tipə ayrılır. Birinci biz tətbiq yönlü tapşırığın haqqında danışaq. Bu tapşırığın əsas xüsusiyyəti şagirdin öyrəndiyi bilikdən praktik şəkildə istifadə etməsindədir. Məsələn, uşaq qiymətin endirimini hesablayırsa, bu tətbiq yönlü növə nümunə ola bilər.
İkinci növümüz analitik növdür. Adından da göründüyü kimi burada uşaq analiz aparır, müqayisələr eləyir və dəyərləndirmə eləyir. Məsələn, nümunə olaraq deyə bilərik ki, iki mədəniyyətin fərqlərini təhlil et. Yaradıcı növümüzdə təbii ki, adından da göründüyü kimi yeni ideya və məhsul yaradır uşaq. Məsələn, sosial kampaniya planı hazırla və yaxud da iqlim dəyişikliyini ilə bağlı hər hansısa bir plan hazırla. Və ən sonuncu növümüz isə kommunikativ növ hesab olunacaq. Bu da qrupda məsələn hər hansısa bir problem həllinin layihəsini hazırlamaq şəklində ola bilər. Və növbəti biz səriştə əsaslı tapşırıqların üstünlükləri haqqında danışaq. Ümumiyyətlə biz niyə bu günləri səriştə əsaslı tapşırıqdan istifadə etməliyik? Çünki bu tapşırıqlar şagirddə dərin öyrənmə təmin edir. Yəni sadəcə məlumat yox, uşaqlar anlayış formalaşır, motivasiyanı artırır. Çünki şagird öz həyatına uyğun problemləri həll etdiyinə görə şagirdin bu prizmada öz marağı artır. Çünki hər şey gördüyü, rastlaşacağı problemlərlə bağlı olur. Və 21-ci əsr bacarıqlarını, xüsusilə də 4K bacarıqlarını şagirdlərdə inkişaf elətdirir. Biz artıq bilirik ki, 4K deyəndə critical, yəni tənqidi düşünmə, creativity, yaradıcılıq, communication, ünsiyyət və collaboration, əməkdaşlıq bacarıqlarını xüsusilə nəzərdə tuturuq. Çünki bayaq da biz dedik ki, burada uşaqlar analiz eləyirlər, tətbiq eləyirlər, daha sonra təhlillər aparırlar, yeni məhsullar yarada bilərlər və eyni zamanda da həm fərdi, həm də əməkdaşlıq şəraitində, yəni qrup işi şəklində biz bunları müəyyənləşdirə bilərik. Və burada qiymətləndirmə şəffafdır, çünki meyarlar əvvəlcədən şagirdlərə məlum olur. Bəs hansı çətinlikləri mövcuddur bu tapşırıqla? Ümumiyyətlə, gəlin əvvəlcə uğurlu səriştə əsaslı tapşırığın meyarları nədən ibarətdir? Buna baxaq. İlk başda yaxşı tapşırıq bu keyfiyyətlərə malik olmalıdır, məqsədyönlü olmalıdır. Yəni eyni ilə bizim əvvəllər də dediyimiz kimi müəyyənləşdirdiyim tapşırıq qarşıma qoyduğum məqsədə, öyrənmə məqsədimə uyğun olmalıdır. Həyati əhəmiyyət daşımalıdır, real və yaxud da simulyasiya olunmuş vəziyyətə əsaslanmalıdır, məntiqi olmalıdır. Yəni tapşırığın mərhələləri bir-biri ilə bağlı olmalıdır, yaradıcılığa imkan verməlidir və qiymətləndirmə meyarları aydın olmalıdır. Yəni bir növ bayaqdan sadaladığımız səriştə əsaslı tapşırıqların xüsusiyyətlərini özündə cəmləməlidir. Və biz bu üsulun çətinlikləri ilə bağlı danışaq ki, ilk başda hazırlanması böyük bir vaxt aparır. Çünki müəllim burada real və tətbiq yönlü situasiya qurmalıdır. Buna görə də uzun müddətə hazırlana bilər. Qiymətləndirməsi biraz çətindir, çünki subyektivlik riski mövcuddur. Buna görə də öncədən qiymətləndirmə cədvəlləri hazırlanması vacib bir məsələdir, rubriklər hazırlanmalıdır və resurs tələb eləyir. Çünki burada əlavə materiallar lazım ola bilər. Əlavə şərait lazım ola bilər. Çünki elə problemlər qoyulur ki, şagirdin qarşısına uşaq onu tədqiq etməlidir, müşahidəsini aparmalıdır və daha sonra öz təqdimatını tələb etməlidir. Bu oldu bizim səriştə əsaslı təlim modelimiz və qeyd eləyək ki, müəllim üçün də bəzi burada praktik tövsiyələr mövcuddur ki, məsələn, tapşırığı yazarkən müəllim öz-özünə bu tapşırıq hansı səriştəni ölçür, tapşırıq real həyatda nəyə bənzəyir, şagird bu tapşırıqda hansı düşünmə səviyyəsində işləyəcək ki, biz bu haqda doktor Norman Webin dərin bilik səviyyələri nəzəriyyəsində tanış olacaq ki, hansı düşünmə səviyyələri mövcuddur və nəticəni necə və ya nə ilə qiymətləndirəcəm, bu suallara özünə cavab verərək tapşırıqları ortalığa çıxarda bilər. Və qısa formada biz ümumiləşdirsək, səriştə əsaslı tapşırıqlar tədrisi məlumat vermə mərhələsindən çıxararaq bacarıq və düşünmə inkişafı mərhələsinə keçirir. Yəni bu bir təlimin gələcəyidir. Şagird bilikli yox, bacarıqlı insan yetişdirməyə kömək edir. Və biz indi isə keçid alaq gəlin doktor Norman Webin dərin bilik nəzəriyyəsi haqqında ətraflı məlumat öyrənək. İlk başda bunu qeyd eləyək ki, doktor Norman Webin Depths of Knowledge, yəni dərin bilik səviyyələri nəzəriyyəsi, qısaca DOC şəklində siz bundan görə bilərsiniz. Amerikalı bir tədqiqatçıdır Norman Webb və bu nəzəriyyəni 1997-ci ildə irəli sürür. Nəzəriyyənin məqsədi təlim tapşırıqlarının yalnız çətinlik dərəcəsini yox,
öyrənənin düşünmə dərəcəsini və daha doğrusu düşünmə dərinliyini və idrak prosesinin səviyyəsini müəyyənləşdirməkdir. Və Webin bu modeli 4 səviyyədən ibarətdir. Hal-hazırda gördüyünüz ingilis dilindədir. Çünki Azərbaycan dilində mən belə bir şəkil tapa bilmədim. Deməli, biz bunu DOC 1, 2, 3, 4 olaraq adlandırırıq və birinci səviyyəmiz bizdə adlanır Recall and Reproduction. Yəni yadda saxlama və təkrar mərhələsi. Bu mərhələdə biz daha çox hafizəyə əsaslanırıq. Sadəcə burada uşaq məlumatı xatırlayır, tanıyır, təkrarlayır. Daha sonra DOC 2 bacarıq və anlayış, yəni Skills and Concepts mərhələsi hesab olunur. Apply knowledge and skills basic reasoning. Yəni biz burada bilikləri tətbiq eləyirik və onu anlayırıq, müqayisə eləyirik, qruplaşdırırıq, əlaqələr qururuq. Üçüncü mərhələmiz strategic thinking, yəni strateji düşünmə hesab olunur. Və bu mərhələdə şagird dərin analizlər aparır, arqumentlər yaradır, fərziyyələr irəli sürür və nəticələr çıxarır. Və dördüncü mərhələmiz isə extended thinking və yaxud da extensive thinking, yəni genişləndirilmiş düşünmə. Bu ən yüksək düşünmə səviyyəsidir. Burada öyrənən yeni biliklər yaradır, uzun müddətli layihə və tədqiqatlar aparır. Və məsələn, recall and reproduce, yəni yadda saxlama təkrarla bağlı olan suallar adətən kim, nə, hara, nə vaxt tipli suallara cavab verir. İkinci mərhələmiz bacarıq və anlayış adətən, məsələn, how did it take place? Yəni bu deməli necə baş verdi, nə üçün baş verdi, necə aparıldı? Yəni daha çox necə, nə üçün suallarına cavab verir. Bizim üçüncü səviyyəmiz olan strateji düşünmə daha çox bu problemi necə həll edə bilərəm? Bu problem nə üçün həll olunmalıdır? Səbəb nələrdir? Təsirlər nələrdir? Məqsəd nədən ibarətdir? Gözlənilən, gözlənilməyən nələr var? Yəni problemlə bağlı bu tip suallara cavab verir və dördüncü genişləndirilmiş düşünmə isə artıq daha çox burada belə deyək də uzun müddət vaxt aparan nə fikir, mənim düşüncələrim, mənim inanclarım, mənim hisslər, daha doğrusu şagirdin inancları, şagirdin düşüncələri, şagirdin hissləri nəzərdə tutulur. Nə baş verə bilər sonda, əlaqə nədir və yaxud da necə təsir eləyə bilər, niyə görə, nə səbəbə belə baş verə bilər. Yəni daha çox burada yaradıcılıq və interaktiv düşüncələr öz əksini tapır. Gəlin bir də qeyd eləyək ki, yadda saxlama və təkrar səviyyəmizdə şagird sadəcə məlumatı xatırlayır, tanıyır və təkrarlayır. Məsələn, nümunə olaraq sizə təqdim eləmişəm ki, tarixi bir hadisənin ilini yaz, riyaziyyatda formul tətbiq et və yaxud da qrammatik qaydanı xatırla. Düşünmə dərinliyi burada aşağı səviyyədədir və biz burada daha çox şagirdin əzbərini və tanımasını qiymətləndiririk. Bacarıq və anlayış səviyyəsində öyrənən anlama, müqayisə, qruplaşdırma və əlaqə qurma bacarıqlarını nümayiş etdirir. Tapşırıq nümunəsi olaraq 2 ədədi müqayisə etmək, mətndəki əsas ideyanı müəyyənləşdirmək, müxtəlif hadisələri səbəb-nəticə əlaqəsində izah etmək məsələsi burada vurğulanır. Düşünmə dərinliyi orta səviyyə, məntiqi əlaqələrin qurulması şəklində göstərilə bilər. Strateji düşünmə, analiz aparır şagird, arqument yaradır, fərziyyələr irəli sürür və nəticə çıxardır. Məsələn, verilən məlumatlardan hər hansısa bir hipotez qurmaq, tarixi hadisənin alternativ nəticəsini təhlil eləmək, problemin həlli üçün hər hansısa bir plan hazırlamaq, strateji düşünməyə nümunə ola bilər. Ümumiyyətlə, strateji düşünmə biraz metakognitiv düşünmə kimi də biz bunu düşünə bilərik. Alternativlər, strategiyalar, planlar və bunlar strateji düşünməyə nümunə ola bilər. Eyni ilə bir daha qeyd edirəm, metakognitiv bilikdə, metakognitiv bacarıqda öyrəndiyimiz məsələlərdir bunlar. Düşünmə dərinliyi təbii ki, yüksək səviyyədədir. Daha çox burada strateji və tənqidi düşüncəni biz uşaqlarda inkişaf elətdiririk və qiymətləndiririk. Və dördüncü səviyyəmiz genişləndirilmiş düşünmədir. Ən yüksək səviyyədir. Öyrənən burada yeni bilik yaradır, uzun müddətli layihə və tədqiqat aparır, uzun müddəti əhatə eləyə bilər bu tapşırıqlar. Məsələn, nümunə olaraq
Sosial problemlərə innovativ həll təklifi ver, hər hansısa bir yeni model dizayn elə, məlumat topla, təhlil et, nəticəni təqdim elə və düşünmə dərinliyi burada artıq yaradıcılıq və inteqrativ düşünmədir. Və biz ilk başda bayaq da qeyd elədiyim kimi səriştə əsaslı tapşırıq hazırlayanda mən tapşırığı bu 4 səviyyədən, 4 düşünmə səviyyəsindən hansında hazırlamaq istəyirəm, bunu müəyyənləşdirib daha sonra tapşırığı tərtib eləməliyik. Ümumiyyətlə səriştə əsaslı tapşırıqların hazırlanmasında məhz webin depth of knowledge, yəni düşüncə dərinliyi, düşüncə yəni bu doc modelindən istifadə olunmalıdır və bu model müəllimlərə bu sualı verməyə kömək eləyir ki, şagird bu tapşırığı yerinə yetirərkən hansı səviyyədə düşünür? Düşünmə dərinliyinə görə biz tapşırıqları dəyərləndiririk. Həm idrac, həm praktik bacarıq, həm də yaradıcılıq yönümlü olaraq biz uşaqlarda qiymətləndirməmizi aparırıq. Və deyə bilərsiniz ki, bu səviyyələr bizə Bloom'un idrak taksonomiyası səviyyəsindən tanışdır. Bəs bunlar arasında hansı fərqlər mövcuddur? Ümumiyyətlə belə qeyd edim ki, web də bu nəzəriyyəni hazırlayan zaman təbii ki, Bloom'un idrak taksonomiyasına əsaslanıb, amma ciddi fərqlər var. İlk başda bunu qeyd eləyək ki, 1956-cı ildə deməli Bloom'un taksonomiyası yaradılıb, 2001-ci ildə təkmilləşdirilib, bildiyimiz kimi. 1997-ci ildə isə web bu nəzəriyyəni yaradıb və qeyd eləyək ki, hal-hazırda bir daha qeyd eləyirəm, bunlar arasındakı əsas fərq nədən ibarətdir? 6 səviyyədən ibarət idi Bloom'un taksonomiyası. Bilirsiniz, xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və qiymətləndirmək. 4 səviyyədən ibarətdir bizim dokumuz. Recall və reproduction, yəni deməli yadda saxlama. Deməli, yadda saxlama, daha sonra skills and concepts, yəni bacarıq və anlayış, strateji düşünmə və genişləndirilmiş düşünmə olaraq 4 səviyyədən ibarətdir və 2 səviyyə burada bir-biri ilə qarışdırılıb. Deməli, xüsusilə deməli şeydə bacarıq və anlayış hissəsində tətbiq etmə, daha doğrusu üzr istəyirəm, anlama və tətbiq etmə bir-biri ilə qarışdırılıb. Strateji düşünmədə isə dəyərləndirmə ilə təhlil etmə səviyyələri bir-biri ilə qarışdırılıb. Yəni əslində mahiyyət olaraq eynidir. Sadəcə burada qısalaşdırılıb. Bulumdakı anlama və tətbiq etmə, buradakı bacarıq və anlayışdır. Bulumdakı təhlil etmə və dəyərləndirmə isə buradakı strateji düşünmədir. Yerdə qalan xatırlama olduğu kimi burada da xatırlamaqdır. Yaratma burada da genişləndirilmiş düşünmə şəklində bizə təqdim olunur. İlk başda gəlin biz bunların oxşarlıqları ilə tanış olaq. Bunu qeyd eləyək ki, hər ikisi düşünmə səviyyələrini təsnif edir. Hər ikisi sadədən mürəkkəbə doğru pillələnir və hər ikisi müəllimə tapşırıq hazırlama və qiymətləndirmə zamanı istifadə verilir. Yəni bunların hər ikisinin mahiyyəti eynidir. Sadəcə Bloom taksonomiyasında belə qeyd eləyək ki, öyrənmə məqsədlərini biz idrak səviyyəsinə görə təsnif edirik. Amma webin nəzəriyyəsində tapşırığı düşünmə dərinliyi və idrak mürəkkəbliyini ölçməyə xüsusilə diqqətimizi cəmləyirik. Deməli, hər ikisinin ortaq cəhəti, baxın, bundan ibarət oldu ki, hər ikisi düşünmə səviyyələrini təsnif edir, hər ikisi sadədən mürəkkəbə doğru pillələnir və hər ikisi müəllimə tapşırıq hazırlamaqda və qiymətləndirmə zamanı istiqamət verir. Gəlin, indi isə biz bunların fərqinə baxaq. İllər öz yerində, biri 1956-dadır, biri 97-dədir. Bloom öyrənmə məqsədlərini idrak səviyyəsinə görə təsnifləşdirir. Web tapşırıqların düşünmə dərinliyi və mürəkkəbliyini müəyyənləşdirir. Bloom öyrənənin nəyi bacardığına yönəlib, web isə tapşırığın nə qədər dərin düşünmə tələb etdiyinə yönəlir. Bloom 6 səviyyədən ibarətdir. Web isə 4 səviyyədən ibarət olacaq. Bir daha deyirəm, bilmək, anlamaq, tətbiq etmək, təhlil etmək, qiymətləndirmək Bloomdadır. Yadda saxlama, anlayış, strateji düşünmə və genişləndirilmiş düşünmə isə
Webin nəzəriyyəsində olacaq. Deməli, Bloom taksonomiyası ümumiyyətlə bunları biz belə ümumiləşdirək ki, Bloom taksonomiyası sual verir ki, tələbə nə edir və hansı səviyyədə düşünür. Məqsəd yönümlüdür, öyrənmə hədəflərini müəyyənləşdirməyə yönəlib. Web isə sual verir ki, bu tapşırıq nə qədər dərin düşünmə tələb eləyir və bu artıq qiymətləndirməyə daha çox yönəlir, tapşırığın mürəkkəbliyini ölçməyə daha çox yönəlir. Yəni, DOQ tapşırığın düşünmə dərinliyinə fokuslanan bir nəzəriyyədir. Və belə bir nümunə ilə də bunu müəyyənləşdirək. Məsələn, bayaqkı sualımız ki var idi, riyaziyyatda 25% endirimlə məhsulun qiymətini hesabla. Belə bir tapşırıq təqdim edirəm uşağa və bu Bloom idrak taksonomiyası baxımından biz deyirik ki, tətbiq etmək səviyyəsindədir. Öyrəndiyi biliyi uşaq istifadə edir. Amma web doc baxımından bu ikinci düşünmə səviyyəsindədir, yəni bacarıq və anlayış. Sadə tətbiq. Yəni mahiyyət bundan ibarətdir. Əslində bir-birlərinə çox yaxındırlar, sadəcə adla fərqlilik var. Amma eyni mövzuda, məsələn desək ki, bir neçə endirim variantı müqayisə et və hansı daha sərfəlidir izah et. Bu Bloom taksonomiyasına görə təhlil səviyyəsidir, webə görə strateji düşünmədir. Yəni fərqlər anlayışlardadır, mahiyyət demək olar ki, eynidir. Deməli, bir daha qeyd edirəm. Bloom'un əsas fokuslandığı öyrənənin nəyi bacardığıdır, webin isə əsas fokuslandığı tapşırıq nə qədər dərin və düşünmə tələb edir. Daha sonra istifadə sahəsi Bloom təlimin planlaşdırılmasında, məqsədin yazılmasında istifadə olunur. Web isə ancaq tapşırıq və qiymətləndirmənin dizayn olunmasında daha çox istifadə olunur. Tədris mərhələsində Bloomun əsas rolu öyrətmə mərhələsində istifadə olunmasıdır. Webin əsas rolu isə qiymətləndirmədə istifadə olunmadır. Və səviyyə 1-də 6-dır, 1-də 4-dür. Mərkəzi anlayış Bloom'da idrak prosesləridir, webdə isə düşünmənin dərinliyi hesab olunacaq. Deməli, Bloom şagird düşünmə səviyyəsini müəyyənləşdirir, web isə tapşırığın tələb etdiyi düşünmə dərinliyini ölçür. Yəni biri qiymətləndirmə sahəsi ilə bağlıdır, biri isə öyrənmə sahəsi ilə daha çox bağlı olan bir məsələdir. Bu oldu bizim deməli webdən Bloom'umuzun fərqi. Və bu oldu bizim yeni mövzularımızdan biri. Bir daha qeyd edirəm ki, yəni məqsəd sadəcə sizə bu haqda ilkin informasiyanı formalaşdırmaqdır. Belə bir nümunə ilə də sual verə bilərəm ki, Bloom'la weblə bağlı. Məsələn, adicə bir sual, uşağa deyirik ki, bir müəllim, ümumiyyətlə bir müəllim şagirddən soruşur ki, Azərbaycan paytaxtı haradır? Uşaqda əgər bu suala cavab verirsə, Bloom'un bilmə səviyyəsindədir. Amma eyni müəllim sual versə ki, niyə Bakı paytaxt seçilib? Niyə Bakı paytaxt seçilib? Bu zaman isə artıq bu anlama səviyyəsinə keçir və doka görə isə bu ikinci səviyyədədir. Yəni sadə fərqdir, amma dərindən baxanda düşünmə gücünü dəyişən bir fərqdir. Və qeyd eləyək ki, bir daha deyirəm, ümumiyyətlə dokun nəzəriyyəsinə əsasən biz səriştəli tapşırıqlar hazırlayırıq və səriştəli tapşırıqların da mahiyyəti sadə suallardan daha çox məktəbdə və gündəlik həyatda istifadə edəcəyimiz real həyat nümunələrinə əsaslanmaqdır. Və buna görə Bloom'da da var, amma Bloom öyrənənin nəyi bacardığını, DOC isə tapşırığın nə qədər dərin düşünmə tələb etdiyini bizə açıb göstərir. Və bu da oldu bizdə yeni mövzumuzla bağlı məlumatımız və siz artıq səriştəli tapşırıqlar hazırlayan zaman özünüzə sual verərək bu cür tapşırıqlar hazırlaya bilərsiniz ki, sualınız da bundan ibarət ola bilər ki, bu tapşırığı mən sadəcə cavab almaq üçünmü istəyirəm, yoxsa düşüncə yaratmaq üçünmü istəyirəm və nəticədə dərin düşünməni şagirdlərdə formalaşdıra bilərsiniz. Və qeyd eləyək ki, bir nümunə də qeyd eləyək səriştəli tapşırıqla bağlı. Məsələn, su dövranını izah et. Əgər bilik yönümlü bir tapşırıqdırsa, yəni sadə tapşırıqdırsa, əgər mən uşağa sual versəm ki, əgər sənin yaşadığın ərazidə su çatışmazlığı yaransa, bunu necə həll edərdin? Bu artıq səriştə əsaslı tapşırıq hesab olunacaq.
Və biz bu videomuzda Doktor Webin nəzəriyyəsinə diqqətlə fokuslandıq. Bir daha qeyd edirəm, 4 səviyyəsi var bulundan fərqli olaraq. Və yadda saxlama, anlayış, strateji düşünmə, genişləndirilmiş düşünmə olaraq 4 pilləlidir. Və qeyd eləyək ki, bu hal-hazırda STEAM təhsildə və xüsusilə də səriştə yönümlü tapşırıqların hazırlanmasında istifadə olunan bir nəzəriyyədir. Dərin düşüncə yaratmağa kömək eləyən bir nəzəriyyədir. Ümid eləyirəm ki, videomuz sizə müəyyən qədər də olsa anlaşıqlı oldu. Bir daha qeyd eləyirəm ki, bu sadəcə sizə məlumat xarakterlidir. Yeni kitab çıxarsa və bu nəzəriyyə müəyyən fərqli bir formatda təqdim olunarsa, mən yenə də sizinlə bu mövzuya yenidən toxunacağam. Ümid eləyirəm ki, hər biriniz üçün aydın oldu. Hal-hazırda səriştə əsaslı təlim deyəndə, ümumiyyətlə səriştə sözü deyəndə bildiyimiz kimi hər kəs bunu səhv başa düşür, hər kəs fərqli şəkildə yanaşır və ümid edirəm ki, mən sizdə müəyyən qədər də olsa səriştə əsaslı tapşırığın nə demək olduğunu izah eləyə bildim və əgər biz müəllim isə və istəyiriksə ki, şagird sadəcə cavabı yox, məntiqi başa düşsün, mənə elə gəlir ki, bu tapşırıqlar əsl bizlikdir və biz bunlardan istifadə etməliyik. Və e, qeyd edeyim ki, mən bu videonu ani formatda hazırlayıb və tamamilə necə deyirlər, hər zaman olduğu kimi, bütün videolarımda olduğu kimi tam sərbəst, yəni burada sizinlə bölüşürəm. Əgər hər hansısa bir nitqdə qüsurlar oldusa, hər hansısa bir yayılmalar oldusa, öncədən üzr istəyirəm. Ümid eləyirəm ki, çox tezliklə bu mövzularla bağlı ümumiyyətlə bir kitab, bir məlumat çıxar və hər birimiz eyni zamanda bu biliklərdən yararlanaraq və təxminən bizdə formalaşar ki, imtahana bu suallar necə düşəcək. Çox güman ki, mənim düşüncəmə əsasən deyirəm, WebDoc-la bağlı, yəni Webin bu doc nəzəriyyəsi ilə bağlı suallar Bloom'un idrak taksonomiyasında düşən kimi düşəcək. Yəni strateji suallar düşəcək, məntiqi suallar düşəcək. Ola bilər ki, bir situasiya təqdim olunsun. Məsələn, deyilsin ki, suyun təmizlənməsi üçün praktik üsul təklif elə. Bu WebDoc-a görə hansı düşünmə səviyyəsindədir? Yəni bu tipdə sualların düşəcəyini mən zənn eləyirəm və yaxud da Azərbaycanın paytaxtını deyil. Webin dokun hansı səviyyəsindədir? Biz artıq bilməliyik ki, yadda saxlama və təkrar etmə və yaxud da paytaxtların yerləşmə səbəblərini izah elə. Bu WebDoc-a görə anlayış və tətbiq səviyyəsidir. Bakı niyə digər şəhərlərdən fərqli inkişaf edib? Bu doka görə strateji düşünmə səviyyəsidir və yaxud da sənin yaşadığın şəhərin inkişaf planını hazırla. Bu WebDoc-a görə genişləndirilmiş düşünmə səviyyəsidir. Yəni bu tipdə suallar düşəcəyini mən öz aləmimdə düşünürəm və çox güman ki, belə də düşəcək. Sadəcə biz bunu bilməliyik ki, Bloom'da nəyi öyrətmək istəyirəm, bunu müəyyənləşdirirəm, amma WebDoc-da bu tapşırıq nə qədər dərin düşünmə tələb edir, bunu müəyyənləşdirirəm. Və əgər hər hansısa bir sualınız yaranarsa, yenə də mən videonun alt qismində, yorumlarınızda, yəni şərhlərinizdə sizdən gözləyirəm. Ümid eləyirəm ki, hər hansısa bir sualınız yaranmaz. Və növbəti videolarda görüşənə qədər bacardığım qədər sizə bu mövzunu ötürməyə çalışdım. Ümid eləyirəm ki, hər birinizə aydın oldu. Hər birinizə 2026 MİQ və eyni zamanda sertifikasiya imtahanlarında uğurlar arzu edirəm. Ümid eləyirəm ki, hər biriniz istədiyiniz bal və istədiyiniz vakansiyanı əldə eləyərsiniz. Motivasiyadan düşmürsüz, yeni mövzular heç birimizin motivasiyasını salmır. Biz öhdəsindən gələ bilməyəcəyimiz təbii ki, bir insan olaraq heç bir şey yoxdur. Ona görə də səbirlə videoların izahını dinləyərək, mənimsəməyə çalışaraq, anlamağa çalışaraq bu çətinliklərin də öhdəsindən gələcək. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, növbəti videoda görüşənə qədər.